Hər birinizi yeni vlogumdan salamlayıram. Kanalıma xoş gəlmisiniz. Vloga başlayıram. 6-cı günlü çəkilişim var. Bayram efirləri çəkirik. Çatdırmadıq. Neçə gündür davam edir. Elə bildim açığı çəkiliş tez başlayacaq. Mən də tezlərdən durmuşam. 9-dan durmuşam. Demək olar ki 9-dan da tez idi. 8-ə işləmişiydi. Nə vaxt idi? Durdum. Daha sonra yatmadım ki, birdən yatıp qalaram. Həm də neçə gündür evdə yoxam, işlərimi gördüm. Yemək falan hazırladım. İndi saçı hörürəm. Saat 2'də başlayacaq. Saat indi 1 işləyib. Yəni, daha doğrusu 12'dir. Mən dedim, bu saçımı hörüm. Görüm nə qədər qala bilər. Belə hörükdə. Gedəndə açacağım saçımı. Fenlə saçımı vurmuram. Çünki istəmirəm saçım yansın. Həm də fikir verirsiniz saçım uzanır. Bir də ki, hörük də saç uzanır. Bu da hörük. Çolkalarımı da hörüyə qatıram. İnşallah tezizə baxır. Evet, doğrusu İbrahim. Çünki elə yorulmuşam. Düzənim pozulub, evdə işlərimi görə bilmirəm. Yatıram elə bir... Hiç yatmamışam kimi, elə bir bütün gecə ayaq üstə olmuşam da, elə ayaqlarım ağrıyır. Düzdür, işte ayaq üstə olmuram. Bütün günü otururam da. Oturmaq da adamı yorur. Nedir ayım? Səhər durub ağlayır, elə bir ki yox əmrdə. Necə gəldi öyrəmi saça? Rahim, sağ oldu. Eləmə balam. Siyah. Bir saat açacağım. Buna bakın. Gel. Elime Rahim. Gelsin. Makyajımı da elədim. Hazıram, tələsirəm. Ama istedim sizden bir yerde açım görün. Saçım necə qalır. Qəşəng. Tez açılmasa əladır. Saç rakım bitib. Çünkü kızım çok istifadə edir. Yoksa vurardım saç lakımla ki açılmasın. Pis değil ama. İndi yaxşıdır. Qəşəng. Aldım əla. Qəşəng qaldı, değil yaxşıdır. Saçım saxlamır da buruq. Neyse, getdim. Buna bax, mənim saçım buruqda qalmış. İşə çatdım, liftə baxıram ki, saçım düz olub. Neyse, gedək. Ancaq vaxt tapa bilirəm axşam içməyə. Çünki günüzdə mən başqa dərmanlar da qəbul edirəm. Düzdür ki, onların içində vitamin də var, vitamin toplusu. Yəni bu həkim məsləhətindən içirəm. Və vitamin D var. Bunu mənə həkim yazıb bilmirəm.
Ben bunu meyvəsiz yoğurt almışam indi güya, ama içində meyvə var imiş. Milla götürmədim ki, onun içində meyvə olur. Ama qatanda yağı tökürəm hamısını bütöv içinə, onda dadı dəyişir. Bunu həftədə bir dəfə bir flakon yoğurta qatıb içirəm. Açdım. Bilmirəm, siz necə içirsiniz belə yağ şəklində olan D vitaminini? Belə bunu qarışdıracağım. Ben de həkimə deyim ki, mənə yağ şəklində yazmasın. Kapsul kimi yazsın, kapsul formasında olanları. Çünkü iğrənirəm, inarsız zülümlə yeyirəm. Yoğurtdan iğrənirəm. Bu deni içən ərəflərdə yoğurtdan bir müddət iğrənirəm, yəni yoğurt yemirəm. Elə olmuşdu mən, bunu bir ara çox içdim. Sonra yoğurt yeyə bilmirdim. Evdə Tural yoğurt bizə çox alır, uşaqlar yeyir. Bir gün öksün üçün yeyirlər, bir də görsən. Mən dedilər, yeyə saxlayırlar, dedim, yox, yeyə bilmirəm. Deyə bilmirdim ki, iğrənmişəm də, bu den dadı gəlirdi ya yoğurtdan. İşte iğrənirdim, yeyə bilmirdim. Allah hamıya kömək olsun. Məndə immunitet güclü olmalıdır ki ya. Ancaq tez-tez xəstələnirəm də. Mən bilirsiniz, bilməm, demişəm. Allergiyam olub, qarmalitim var. Bronxlarımı zədəliyib allergiya. Ona görə mənim immunitetim yüksək olmalıdır ki, heç bir infeksiyonlu xəstəliyə yoluxmayım. Qarışdırdım, belə oldu, hazırdır. İndi bunu başlayayım, yiyeyim. Hazır olar. Aç bəstədir. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1, motor. Bəli, reklamlar bitti. Gördüğünüz gibi veriş bitti. Kurtkamı götürürüm dedim. Garnitür saçımı ne güne koydum. Görürsünüz burada bana neler şekil çektirir. Orada da şimdi başka veriş başlayacak. Siz bunu görürsünüz. Ama biz burada bitirdik. 6. mərtəbədə piyada düşürək. Artıq evə gəlmişəm. Binamızın liftindəyim. Bazarlıq yeniləmişəm. Milaya salat eləməliyim. Stajın salat istəyir. Evdədirlər. Yağışlı havaydı deyə dedim getmə. İkisi də qaldı evdə. İkisi də burada. Qapı açılan kimi ikisi də qapının yanındadır. 2 dənə pişiyim. Yekə pişiyim də, balaca pişiyim. Sağ ol Rahim, sağ ol. Mən həmişə belə evdə gördüyüm işləri çəkirəm. Vlogda daha çox. Ev hissəni göstərirəm, ev hissəni daha çox göstərirəm. Həmişə yaxınlarım deyir ki, elə bil ki, evdərsən, ancaq ev işləri görürsən, o iş prosesini də göstərir. Yəni, işlədiyin yer də maraqlıdır, sənin həyatının bir hissəsidir. Mən də nə bilim, hər dəfə fikirləşirdim ki, maraqlı olmasa, televiziyada işləyən işçilər daha çox maraqlıdır, həyatları, iş prosesləri maraqlıymış. İndi bundan sonra çalışacağım ki, hər paylaşdığım bütün vloglarımda ATV-dən bir hissə çəkim, iş prosesimi çəkim, sizə göstərim. Sənəməz baxılırmış, görmək istəyənlər var imiş, mənim iş yerim çox adamı maraqlıymış. Ona görə də vlogda çəkib göstərəcəyəm. Ev işlərimi biraz azaldıram. İndi də ki, belə salat eləyirəm. İşdən gəlmişəm, evdəyəm. Uşaqlara stay içinə salat düzəldirəm. Qaynadıb sonra doğramıram. Çiğ halda bunu doğrayıram, sonra qaynadıram. Onda çox yaxşı olur. Kök falan, heç bir şey əzilmir. Diri qalır da, salatda çox bir şey görsənir. Həm dadı da, həm özdə belə qəşəng görsənir. Yəqin ki, bu üsulu hamı eləyir. Əvvəl elə deyildi. Mamam bir əvvəl
Hamısı bir yerdə qaynadırdı. Yəni tək mamam yoxdur, hamı elə eləyirdi. Ancaq mən illərdir ki, belə eləyirəm. Все. Stolichni salatımız hazır. Ay Rahim. Kimisi detayı.